FM kimya fənnindən birinci tura düşmüş belə bir suala baxaq. İyon verilibdir. Olan elektron sayını müəyyən edin. Bu iyonda olan elektron sayını tapacağıq. Fosfor atomunda bilirik ki 15 proton var. Və neytral atom olduğundan deməli 15 elektron da var. Baxın, 15 üzərinə gəlinsin. Oksigen atomunda 8 proton var. Deməli 8 neytral halda 8 elektron alacaq. Və bu iyon işarəsi ümumilikdə bu birləşməyə aiddir. Təkcə oksigenə aid deyil. Baxaq onda. 8 vurulsun və oksigendən 4 dənədir. 4 və 3 elektron alıb. Üzərinə gəlinsin 3. O da bərabərdir. 15 üstə gəlinsin 32, üstə gəlinsin 3. O da bərabərdir 50. Deməli bu iyonda cəmi 50 elektron varmış.